Salam, hər vaxtınız xeyir olsun əziz uşaqlar. Bugünkü videoda mən sizə cümlə quruluşu ilə bağlı izahlar verəcəyəm. Bildiyimiz kimi ümumiyyətlə cümlə qurmaq əksər abituriyentlərin və şagirdlərin ən yaralı yerlərindən biri hesab edilir. İlk növbədə onu qeyd edeyim ki, ingilis dilində düzgün cümləni qurmaq üçün biz Azərbaycan dilində də müəyyən qədər cümlə üzvlərini ən azından əşya, hərəkət anlayışının fərqində olmalıyıq. Azərbaycan dilində əgər biz cümlə üzvlərini, hərəkəti, obyekti, subyekti daha yaxşı tanıyırıqsa, avtomatik olaraq biz bunu ingilis dilinə də çevirməyimiz daha sadə olacaqdır. Və mən bugün cümlə quruluşunu sizə izah edərkən iki hissəli şəkildə izah edəcəm. Birinci tip cümlə quruluşlarında adətən hərəkət olmayan cümlə quruluşları olacaq. Yəni buna biz hal vəziyyətlə bağlı olan cümlələrimizi də deyirik. İkinci tip quruluşlarda isə hərəkət olan. Hərəkət dediyimiz zaman təbii ki, biz feilləri daha çox nəzərdə tuturuq. Yəni tərkibində mag, meg ola biləcək hər bir feil və hərəkət varsa, bunu ikinci qrupa daxil edəcəyik. İlk növbədə sizinlə başlayacağım hərəkət olmayan cümlələrin quruluşundan, hansı ki biz bunlara hal vəziyyət aid edirik. Ona görə də bu cümlələri biz to-be-li cümlələr adlandıracağıq. To-be-li cümlələr adlandıracağıq. Hərəkət olmayan cümlələrdə mütləqdir ki, biz to-be-nin formalarından istifadə etməliyik. Gəlin yadımıza salaq to-be-nin indiki zamanda, keçmiş zamanda və gələcək zamanda olan formalarını. To-be-nin indiki zamanda olan forması am, is, are. Keçmiş zaman forması was, were. Gələcək zaman forması isə will, be, shall be olacaqdır. Bir daha vurğulayıram uşaqlar. Hərəkət olmayan cümlələrdə mütləqdir ki, biz to-be-nin formalarından istifadə etməliyik. Və əgər zamanını təyin etdikdən sonra, əgər indiki zamandadırsa am-is are, keçmiş zamandadırsa were, gələcək zamandadırsa will be, shall be-dən biz istifadə edəcəyik. Hərəkət olmayan cümlələr dedikdə biz nəyi nəzərdə tuturuq uşaqlar? İlk növbədə mən sizə cümlələr verəcəm və onun üzərində biz təhlil edəcəyik. Ümumiyyətlə bir cümləni ingilis dilinə çevirmək üçün hər şeydən öncə biz onu beynimizdə analiz etməliyik. Əgər biz düzgün şəkildə analiz edə bilsək, bu zaman belə deyərdim ki, ingilis dilinə çevirməyimiz də daha çox rahat olacaqdır. Deməli, gəlin cümləmizə nəzər salaq. Məsəl üçün, mən Azərbaycan dilində bir cümlə vurğularam sizə. Mən yorğunam. Mən yorğunam. İlk növbədə uşaqlar, gəlin bu cümlənin analizinə baxaq. Mən yorğunam cümləsində birinci addım etməliyik, birinci mərhələ, birinci addım biz etməli olduğumuz şey hərəkətin olub-olmadığını təyin etməkdir. Mən baxıram ki, bu cümlədə mən yorğunam cümləsində hər hansı bir hərəkət varmı, hər hansı bir feil varmı? Xeyr. Deməli, artıq mən anladım ki, bu cümlədə feildən deyil, to-be-nin formalarından istifadə etməliyəm. Bir daha yenə vurğulayıram. Mən yorğunam cümləsində aşkar olundu ki, hərəkət yoxdur. Hərəkət olmayan cümlədə isə avtomatik olaraq deməli mən nədən istifadə etməliyəm? To-be-nin formalarından. Yəni aydınlaşdı ki, mən to-be-dən istifadə edəcəm. İkinci mərhələmiz nədən ibarətdir uşaqlar? İkinci mərhələmiz ondan ibarətdir ki, mən bu cümlənin zamanını təyin etməliyəm. Mən yorğunam cümləsində baxıram ki, bu indiki zamandır. Yəni mən yorğun idim demir. Məsələn, keçmiş zamanda desəydim mən yorğun idim olardı. Və yaxud da mən bunu gələcəkdə desəydim, mən yorğun olacam deməli idi. Ona görə də mən artıq aydınlaşdırdım ki, bu cümlənin zamanı mən yorğunam indiki zamandadır. Artıq mən bilməliyəm ki, to-be-nin hansı zaman formasından istifadə etməliyəm? Am, is, are. Yəni indiki zaman formasından istifadə etməliyəm. Üçüncü mərhələ nədən ibarətdir uşaqlar? Üçüncü mərhələ ondan ibarətdir ki, mən burada aşkar etməliyəm görüm am, is, are to-be-nin formasından hansını istifadə etməliyəm? Bu zaman mən cümləmizin mübtədasına, yəni subyektinə baxmalıyam. Mən ay olduğuna görə artıq müəyyənləşdirdim ki, ayla da hansı to-be forması işlənir? Avtomatik olaraq bilirəm ki, am to-be formasından istifadə edilir. Və üçüncü mərhələdə mən artıq tamam konkretləşdirirəm ki, burada to-be-nin hansı formasından istifadə edirəm. Artıq bizim cümləmiz demək olar ki, hazırdır. Mən sizə ilk belə deyərdim, ən sadə cümlə quruluşundan başlayıram və belə deyərdim ki, və bunun quruluşu bu şəkildə olmalıdır. Yəni hal vəziyyət bildirən cümlələrimizdə birinci gəlməlidir şəxs, daha sonra to-be-nin forması, daha sonra isə hal vəziyyət. Bizim hal vəziyyət dediyimiz söz hansıdır? Yorğun. Baxın, yorğun.
Yorğun ingilis dilində bildiyimiz kimi nədir? Tired. Artıq mən ən sadə, ən belə deyim, primitiv olan cümləmizi qurdum. Mən, I. İkinci istifadə edəcəyim to be forması hansı oldu? Am. I am. Hal vəziyyətim də yorğun, tired. Artıq gördüyünüz kimi uşaqlar, hərəkət olmayan bir cümləmiz var. Hal vəziyyəti bildirdi və çox sadə şəkildə mən bu cümləni qurdum. Əgər mən bunu, məsəl üçün, mən yorğun idim desəydi, mən yorğun idim, yenə də eyni qaydada biz bu mərhələləri keçərək cümləmizi qurmalıydıq. Mən yorğun idim cümləsində yenə baxıram ki, hərəkət yoxdur, to be-nin formasından istifadə etməliyəm. İkinci zamanı təyin edirəm, baxıram ki, burada idi var. Artıq bu idi mənə xəbər verir ki, bu cümlə keçmişdədir. Deməli, mən burada avtomatik olaraq was və were-dən istifadə etməliyəm. Üçüncü yenə də öz olduğu kimi mərhələ qaydasında qalır. Yenə I-dən istifadə edirəm və hal vəziyyət bildirən sözümdə yorğundur. Eyni qaydada yazıram I was tired. Bu qədər bəsit. Yəni uşaqlar, cümlədə əslində heç bir çətinlik yoxdur. Sadəcə siz hər bir cümləni beyninizdə düzgün analiz etsəniz, əmin olun ki, siz rahatlıqla cümləni qura bilərsiniz. Gəlin indi ikinci bir inkara nəzər salaq. Mən həmin cümləni inkarda deyirəm. Mən yorğun değildim. Yorğun değildim. Gəlin bu cümləni mərhələli şəkildə quraq. Birinci mərhələ yenə nədən ibarətdir? Cümlədə hərəkətin olub olmadığından. Uşaqlar ən çox şəkil təsviri işləyərkən və yaxud da inşa yazarkən bəzən belə suallar ünvanlayırlar ki, müəllimə deyil nə deməkdir? Əziz uşaqlar, bunu hər zaman yadınıza saxlayın. Deyil bərabərdir to be üstəgəl nota. Bir daha sizə deyirəm. To be üstəgəl not bərabərdir deyilə. Yəni to be dedikdə yenə nəyi nəzərdə tuturuq? Əmizar, was, were, will be, shall be. Üstəgəl not bərabərdir deyilə, deyildir, deyil. Yəni olmayacağı. İndi gəlin bu cümləni yenidən təhlil edək. Mən yorğun değildim cümləsində hərəkət varmı? Hər hansı bir hərəkət, hər hansı bir fe'l varmı? Xeyr, deyil sizi çaşdırmasın. Bunun hərəkətlə heç bir bağlılığı yoxdur. Artıq mən aşkar elədim ki, bu cümlədə hərəkət yoxdur. Aha, birinci mərhələ aşkar olundu ki, mən yenə də bu cümlədə to be-nin formasından istifadə etməliyəm. İkinci mərhələ cümləmizin zamanı təyin etmək. Mən yorğun değildim. Baxın burada deyil. Bu mənə nəyi göstərir? Cümləmin keçmiş zamanda olduğunu. Mən yorğun deyiləm demir ki, və yaxud da mən yorğun olmayacam, əcəbdən istifadə etmir ki, burada do mənə onu göstərir ki, cümlə keçmiş zamandadır. Artıq mən anlayıram ki, to be-nin burada keçmiş formalarından, yəni was were-dən istifadə edəcəm. Üçüncü mərhələyə baxıram. Baxıram ki, burada deyil sözü var. Artıq bu deyil mənə avtomatik olaraq beynimə nəyi gətirməlidir? Not hissəciyini. Artıq mən başa düşməliyəm ki, bu cümlədə mən notdan istifadə etməliyəm. Çünki mənim cümləmdə nə var? Deyil kəlməsi var. Deyil mənə cümləmizin inkarda istifadə ediləcəyini bildirir. Ona görə üçüncü mərhələdə mən aşkar elədim ki, bu cümlədə notdan istifadə edəcəyəm. Dördüncü mərhələdə isə yenə də was were-ün hansından istifadə edəcəyimi təyin etməliyəm. Cümləmin yenə subyektinə baxıram. Baxıram ki, burada məndir. Mən olduğuna görə, təbii ki, mənlə I da was işlənəcəyinə görə I was şəklində yazacağam. Və yenə də cümləmizin quruluşu hansı formada olacaq? Şəxs, üstəgəl to be-nin formaları, üstəgəl not, üstəgəl hal, vəziyyət. Bir daha vurğulayıram. Şəxs, deməli to be-nin formaları, not, hal, vəziyyət. Cümləmizin quruluşu bu şəkildə olmalıdır. Gəlin indi biz bu cümləmizi quraq. Mən yorğun değildim. I was not. Nə harda istifadə edilməlidir uşaqlar? Not bilirsiniz ki, to be-nin formasından istifadə edilir. Bir daha mən vurğuluram. Deyil bərabərdir to be üstəgəl nota. I was not tired. Mən yorğun değildim. Gördüyünüz kimi uşaqlar, ən sadə primitiv cümlələrimizi bu şəkildə qura bildik. Yəni sizdən əsas məsələ odur ki, tələb edilən cümləni təhlil edəsiniz beyninizdə. Cümlədə aşkar edəsiniz ki, hərəkət varmı, yoxsa yoxmu? Yəni hal vəziyyətlə bağlı olan cümlələri qurmaq əslində çox sadədir. Məsələn, hər hansı bir cümlə deyirəm, tutaq ki, deyirəm ki, mənim dostlarım partidə idilər. Baxın, mən yazıram. Mənim dostlarım partidə idilər. Mən baxıram ki, yenə bu cümlədə hərəkət var. Hər hansı bir hərəkətdən söz gedə bilər. Xeyr. Birinci yenə tapdım nədir? To be-nin forması.
İkinci cümlənin zamanını təyin edirəm. Baxın, burada idi hissəciyi var. İdi hissəciyi mənə vurğulayır ki, bu cümlə keçmişdir. Deməli, mən burada was və were-dən istifadə edəcəm. Üçüncü mərhələdə was were-dən baxıram ki, burada deyil var. Xeyr, deyil yoxdur. Deməli, mən burada not hissəciyindən istifadə etməyəcəm. Not hissəciyi artıq istifadə olunmur. Dördüncü mərhələ. Was were-dən hansını istifadə etməliyəm? Mənim cümləmin subyekti mənim dostlarımdır, uşaqlar. Bəzən uşaqlar çaşırlar, götürürlər mənə görə qoyurlar. Onu siz hər zaman yadda saxlayın ki, mənim dostum, sənin dostun, onun dostu dediyimiz zaman biz to be-nin formasını mənə, sənə, ona görə deyil, yəli əvəzindən sonra istifadə etdiyimiz sözə görə qoyuruq. Yəni dostlara görə qoyacağıq. Söhbət kimdən gedir burada? Dostlardan gedir. Məndən getmir. Demir ki, mən partidə idim. Deyir ki, mənim dostlarım partidə idilər. Ona görə də hər zaman diqqətli olun uşaqlar. Ən böyük səhvlərdən biri də cümlə qurarkən mən hər zaman şahid oluram. Was were-ü götürüb mənə, sənə, ona görə qoyurlar. Baxın, bunu diqqətlə yadda saxlayın. Məsəl üçün, sənin bacın gözəldir cümləsində mən burada to be-nin formasını sənə görə deyil, bacıya görə qoymalıyam. Bacı da üçüncü şəxsin təkində olduğu üçün təbii ki, mən orada was-dan istifadə edəcəm. Yəni sənə görə were qoyası deyiləm. Bunu hər zaman yadda saxlayın. Bu cümlədə də mən təyin elədim ki, mənim subyektim nədir? Mənim dostlarım, yəni dostlar. Dostlar sözü də cəmdə olduğuna görə mən bilməliyəm ki, cəmlə hansı to be forması işlənir? Əlbəttə ki, were. Deməli, mən aşkar etdim ki, burada hansı to be formasından istifadə ediləcək? Were-dən. Artıq demək olar ki, cümləmiz hazırdır. Cümlə quruluşuna görə də yenə də birinci bizim subyektimiz gələcək, şəxsimiz, mənim dostlarım, my friends. Aha, to be forması, cümlə quruluşuna görə to be forması were gəlməlidir və bildiyimizə görə bu cümlədə not yoxdur deyə artıq istifadə etmirik. Partidə idilər uşaqlar. Partidə sözü normalda parti bilirik ki, partidir, amma biz söz önlərindən istifadə edirik. Siz bilirsiniz ki, ingilis dilində belə deyim, şəkilçilərin əvəzinə biz söz önlərindən istifadə edirik. Bunu da söz önləri bölməsində zaten bilirsiniz, öyrənmisiniz. Digər yəni videolarda mən söz önlərindən bəhs etmişəm. At the party. Partidə at the party olur. Bu qədər bəsit. Əgər mənim dostlarım partidə deyildilər cümləsi olsaydı, artıq deyildi nəyə bərabərdir? Were not olacaq idi. Yəni avtomatik olaraq were-dən sonra not istifadə edəcəkdik. Yəni uşaqlar, hal vəziyyət bildirən cümlələri qurmaq çox bəsitdir. Sizdən tələb olunan şey sadəcə orada hal vəziyyətin yoxsa hərəkətin olduğunu aşkar etməyinizdir. Gerdə qalanı mərhələli şəkildə analiz etsəniz özünüz qura biləcəksiniz. Daha sonra uşaqlar, adətən şəkil təsvirləri zamanı bununla çox qarşılaşırıq və mən bunu sizə qeyd etmək istəyirəm. Bəzən günəşlidir, yağışlıdır, isti idi, küləkli idi, bu gün hava günəşlidir. Bu tipli cümlələr qurmaq istəyərkən uşaqlar bəzən çaşırlar. Mən sizə bunun ən sadə variantını izah edəcəm. Məsəl üçün, günəşlidir sözünü demək istəyiriksə, gəlin bunu yazaq. Günəşlidir. Bunu biz ən sadə variantda itlə göstərəcəyik uşaqlar. It bizdə burada formal xarakter daşıyır. Yəni biz orada iti tərcümə eləmirik. Sadəcə it bizə cümləmizi qurmaq üçün yararlıdır. Günəşlidir ingilis dilində günəşli sözü nədir? Təbii ki, sunny. Günəşlidir. Burada baxıram ki, dir, yəni günəşlidir indiki zamandan gedir söhbət. Ona görə itdən sonra bilirik ki, hansı to be forması istifadə edilməlidir. It is. It is-dən sonra da hal vəziyyətimiz nədir? Sunny. Əgər cümləmiz günəşli idi olsaydı, idi mənə keçmiş zamanı xatırladacaq idi. Bu zaman istifadə edəcəkdim it was sunny. Günəşli olacaq. Əgər olacaq cümləsi olsaydı, bu zaman mən gələcək zamanda will be sunny istifadə edəcəkdim. Baxın, bu qədər bəsitdir. Məsəl üçün, günəşli əvəzinə mən cümlə demək istəyirəm. Tutaq ki, deyirəm ki, hava küləklidir. Hava küləklidir. Küləkli bilirsiniz ki, ingilis dilində necə adlanır? Windy. Qısaca yenə mən bunu necə deyirəm? Küləklidir. It is windy. Küləkli idi desəydim, it was windy. Küləkli olacaq, it belə deyərdik, will be windy şəklində istifadə edəcəyik. Yəni şəkil təsvirlərində işləyərkən. Və bir də əgər mən bura zaman zərfi daxil etmək istəyirəm, tutaq ki, bu gün hava günəşlidir, dünən hava küləkli idi. Bu tipli istifadə etmək istəyirəmsə, bunu da iki şəkildə istifadə edə bilərəm. Ya qısaca yaza bilərəm. Məsələn, bu gün hava günəşlidir. Today, bu gün today edə bilirsiniz. Today is windy. Bu gün hava küləklidir. Və yaxud da iki şəkildə yaza bilərəm. Yenə də it-dən istifadə edərək. It is windy, küləklidir. Necə? Bu gün today. Baxın, mən bu iki formadan da istifadə edə bilərəm. Hər ikisi də doğrudur. Və yaxud da dünən küləkli idi. Yesterday was windy.
Dünən küləkli idi. Yesterday was windy. Və yaxud da it də istifadə edə bilərəm. Sadəcə deyirəm küləkli idi. It was windy. Dünən harda istifadə edirik? Cümləmizin sonunda. Yesterday. Yəni hər iki variantı da istifadə etsəniz uşaqlar, bu doğru olacaqdır. Bunu yadda saxlayın. Ümumiyyətlə cümlənin quruluşu hal vəziyyətdə istifadə edərkən nə cürdür uşaqlar? Mən bir daha vurğularam. Şəxs, to be-nin forması, hal vəziyyət, məkan varsa məkan, zaman varsa zaman. Normalda adətən cümləmizin quruluşu bu şəkildədir. Məsələn, tutaq ki, cümlə deyirəm. Mənim dostlarım dünən partidə məsələn yaza bilərik ki, dünən partidə xoşbəxt idilər. Gəlin cümləmizi təhlil edərək quraq. Hər şeydən öncə yenə də vurğulayıram. Cümlənin quruluşu bu şəkildə olur. Normalda, yəni cümləmizin quruluşu birinci nə istifadə edirik? Şəxsimizi, daha sonra to be-ni, hal vəziyyəti, məkanı və zamanı. Gəlin birinci növbədə təhlil edək. 1. Cümlədə hərəkət varmı? Baxırıq. Mənim dostlarım dünən partidə xoşbəxt idilər. Baxıram ki, cümlədə hərəkət yoxdur. Aha, deməli mən burada nədən istifadə edəcəm? To be-nin formalarını. İkinci, cümlənin zamanını təyin edək. Mənim dostlarım dünən partidə xoşbəxt idilər. Gördüyünüz kimi cümlədə zaten bəlli olur ki, dünən sözünə görə, yəni zamanımız keçmiş zamandır. Ona görə to be-nin keçmiş zaman forması was, were-dən istifadə edəcəm. Üçüncüyə baxıram. Burada deyil sözü varmı? İnkar varmı? Yox. Deməli, mən burada not hissəcindən istifadə etmədim. Dördüncü mərhələ. Was, were-dən hansını istifadə etməliyəm? Yenə baxıram cümlənin subyektinə. Mənim dostlarım. Söhbət dostlardan gedir. Dostlar sözü də cəmdə olduğuna görə bilirik ki, cəmlə were, to be formasından istifadə edilir. Artıq bizim cümləmiz hazır oldu. Yerdə qalan ardıcıllıqla həmin cümləmizi gəlin quraq. Mənim dostlarım. Birinci nə gəlir? Şəxs. Mənim dostlarım. My friends. Daha sonra to be-nin forması the. Daha sonra nə gəlir? Hal vəziyyət. Xoşbəxt vəziyyət. Yadda saxlayın. Vəziyyət nədir? Xoşbəxt idilər. Were happy. Vəziyyətimiz necə idi? Xoşbəxt. Daha sonra nə gəlib burada? Məkan. Harda? Partidə. At the party. Nə zaman? Zamanı verib. Dünən. Dünən də nədir? Yesterday. Beləliklə bizim cümləmiz artıq hazır oldu. My friends were happy at the party yesterday. Amma mən burada bir dənə haşiyə çıxmaq istəyirəm uşaqlar. Zaman anlayışı bir qədər nisbi anlayışdır. Nəyə görə? Zaman zərflərinə əsasən bir zamanın yerini dəyişə bilərik. Zamanın yerini necə dəyişə bilərik desəniz, məsələn, əgər zaman zərfi olaraq always, tutaq ki, often, never, daha sonra belə deyək, just. Əgər already, indi biz bunu hərəkətlərdə daha çox göstərəcəyik. Burada bizə daha çox always, often, never lazımdır. Bu tip zaman zərflərindən istifadə edəcəksə, bunların yeri heç vaxt sonda deyil. Bunu yadda saxlayırsınız. Always-dir, often-dır, never-dır. Bunlar cümlədə hər zaman to be-dən sonra işlənir. Bir daha vurğularam. To be-dən sonra işlənir. Bax, bunların hamısı to be-dən sonra işlənir. Məsəl üçün, mən xoşbəxtəm deyəndə I am happy deyirəm, düzdürmü? Mən hər zaman xoşbəxtəm, həmişə xoşbəxtəm. Always-i normalda digər cümlə quruluşumuza görə zamanı harda işlədirdik? Axırda, düzdürmü? Amma bu yanlışdır. Biz bilməliyik ki, avtomatik olaraq always-i, often-dır, never-dır, daha sonra sometimes-ı. Bunları biz istifadə edirik. Sometimes daha çox düzü cümlənin əvvəlində istifadə edirik. Amma yenə yadda saxlayın, always-dır, often-dır, never-dır. Bunları biz istifadə edəcəyik to be-dən sonra. I am always happy. Yəni yeri to be-dən sonradır. Yəni ona görə nisbi anlayış dediyim zamana ki, hər zaman dediyimizi də yəni gətirib sona qoymalı deyilik. Orada biz bilməliyik ki, hansı zaman zərfləri to be-nin formalarından sonra istifadə olunur. Amma yox, məsəl üçün yesterday, tomorrow, dünən, sabah və yaxud da every ilə olanlar var. Məsəl üçün belə deyək, every day, every week, every day,
every week, every month, every year, lately, recently və s. Bu kimi zaman zərfləri isə biz cümlənin sonunda istifadə edəcəyik. Eyni qaydada burada göstərdiyim kimi. My friends were happy at the party yesterday. Yəni yesterday gətirib cümlənin ortasına qoya bilmərik. Normalda şablon şəkildə öyrənirik ki, cümləmizin quruluşu necə olur uşaqlar? Şəxs, to be-nin forması, hal, vəziyyət, məkan, zaman. Amma zamanı yenə deyirəm, ispanlar kimi götürürsünüz. Orada hansı zaman zərfini istifadə edəcəksinizsə, ona uyğun quracaqsınız. Əgər always-dən, often-dan istifadə edirsinizsə, deməli to be-dən sonra istifadə edəcəksiniz. Yox, digər sadaladığım yesterday, tomorrow, lately, every day, every week və s. bu kimi zaman zərflərindən istifadə edəcəksinizsə, bu zaman onları sona qoyacaqsınız. Aydın oldu? Yəni bunu yadda saxlasanız bu, belə deyim, şablon şəkildə sizə cümlə qurmağınız daha rahat olacaq. Daha sonra uşaqlar, hal vəziyyətlə bağlı düşünürəm ki, ən əsas hissələri sizlərə çatdırdım. Cümləni ilk növbədə yenə deyirəm, təhlil etmək lazımdır. Və bir də cümlə qurarkən həmin bu dediyim it was sunny, it is sunny, it will be sunny, hava günəşlidir, bugün günəşlidir. Məsələn, gəlin deyək, bugün yağışlıdır. Bugün yağışlıdır cümləsini biz necə deyəcəyik? Məsəl üçün, today is rainy və yaxud da ikinci bir formada onu mən necə deyəcəkdim? It is rainy today. Bunu yadda saxlayaq uşaqlar. Deməli, bu bizdə birinci tip cümlə qurmağa aid idi. Yəni, hal vəziyyətə bağlı olan cümlə quruluşudur. İndi ikinci mərhələdə isə sizinlə hərəkət olan cümlələrdən bəhs edəcəyik. Hərəkət olan cümlələr dedikdə avtomatik olaraq ağlımıza feil gəlir. Yəni feilləri istifadə ediriksə bir cümlədə, biz o feillərdə artıq fikirləşməliyik ki, bizim cümləmizdə feilimiz var və to be formasına qaçmamalıyıq. Artıq to be formasını birini unutmalıyıq deyək. Təbii ki, indiki davam edici, keçmiş davam edici zamandan ayrılıqda danışacağım, o ayrı məsələ. Amma normalda ikinci tip cümlə quruluşunda biz to be formasından deyil, hərəkətin, yəni feilin özündən istifadə edəcəyik. Yəni hərəkət dedikdə nə gedir? Məsəl üçün düşünmək, qaçmaq, ağlamaq, yəni maqna ilə düzəldə biləcəyimiz bütün tip feillərimiz daxili hərəkət bildirən cümlə quruluşuna. Və ilk növbədə sizə ən sadə cümlə quruluşundan tutmuş mürəkkəbinə doğru izah etməyə çalışacağam. İlk növbədə belə deyim, daşlaşmış bir cümlə quruluşundan bəhs edək. Yenə də şəxs. Şəxsdən sonra bizə, yəni mən adətən cümlə üzvləri adıyla da sizə bunu izah edə bilərəm. Sadəcə bəzən Azərbaycan dilində uşaqlar cümlə üzvlərini də ayırd edə bilmədiyi üçün ən sadə yolla sizə verməyə çalışıram. Burada feil və yaxud da ki, hərəkət deyirəm sizə. Şəxsdən sonra feilimiz, xəbərimiz, əslində biz buna xəbər dedik cümləsi olaraq, feil və hərəkət. Daha sonra əgər bizim cümləmizdə hər hansı bir obyektimiz varsa, obyekt dedikdə nəyi nəzərdə tuturuq? Yəni tamamlıq, belə deyim, tamamlıq yazıram. Cümlədə obyekt nəzərdə tuturam. Hər hansı obyektdən, əşyadan və digər ikinci şəxs, belə deyim, ikinci şəxsdən söhbət gelirsə, istifadə edirik. Daha sonra gəlir məkan, daha sonra gəlir zaman. Bu bizim daşlaşmış, belə deyərdim, cümlə quruluşumuzdur. Yəni siz avtomatik olaraq birinci növbədə bunu bilməlisiniz. Ən, yəni ki, çox istifadə edilən cümlə quruluşu. Gəlin indi cümləmizi təhlil edək. Ən, belə deyim, sadə iki sözdən ibarət olan cümlədən bəhs edəcəm sizə. Məsələn, tutaq ki, deyirəm ki, mən qaçdım və yaxud da ki, mən getdim, yəni cümləsinə baxaq. Mən getdim. Mən burada uşaqlar zamandan bəhs etmirəm. Artıq yəni zaman bölməsini biz bilməliyik. Zamanı təyin etmək üçün tanımalıyıq hansı zamandır. Əlbəttə ki, bu başqa videoda da bu bölmənin izahı, zamanlar və s. Mən burada cümlə quruluşundan bəhs etdiyim üçün artıq burada daha dərinə getməyəcəm zamanla bağlı. Ona görə sadəcə sizə vurğuluram. Mən getdim cümləsi. Baxın, ən sadə cümlələrdən biridir. 2 dənə baş üzvdən ibarətdir. Mən mübtəda, getdim xəbər, düzü. Və yaxud da bizim belə sadə dillə məsələn, mən şəxs, getdim də feildir, hərəkət var, bildik. Və mən getdim cümləsini gəlin analiz edək. Birinci təhlilimiz nədir? Birinci təhlil odur ki, mən baxıram cümlədə hal vəziyyət var, yox. Mən baxıram ki, cümlədə hərəkət var. Artıq hərəkət olduğuna görə mən burada to be-dən istifadə edə bilmərəm. Mən burada feilin birbaşa olaraq özündən istifadə edəcəm.
Çünki cümləmdə hal vəziyyət yoxdur. Hərəkət var, getdim. İkinci növbədə mən baxıram cümləmə. Cümlədə inkar varmı? Getmədim deyilmi mamə? Xeyr, cümlədə inkar yoxdur. Ona görə mən notdan istifadə etməyəcəyəm. Üçüncü məqam nədir? Zamanı təyin etmək. Zaman getdim deyir. Baxın, burada d şuurlu keçmiş zaman şəkilçisidir. Getdim. Bu mənə nəyi deyir? Keçmiş zamanı. Artıq mən zamanı təyin elədim ki, cümləm keçmişdədir. Getmək feili qodursa, getdim, getdi. Yəni keçmiş zamanda bizim feilimiz necə dəyişir? Went. Artıq mən aşkar etdim ki, getmək feili qodursa, keçmiş zamanda mən onu nəyə çevirməliyəm? Went-ə və cümləm artıq hazır oldu. Yəni cümləm çox qısa olduğu üçün onun təhlili də sadə getdi. Və cümlə quruluşuna əsasən şəxs və sonra hərəkət gəldiyinə görə mən ora yazacağam I went. Mən getdim. Əgər mən bu cümləni daha böyük bir şəkildə yazsaydım, məsələn, tutaq ki, desəydim ki, mən məktəbə getdim. Mən məktəbə getdim. Baxın, mən yenə vurğulayıram. Bəzən uşaqlar götürür, Azərbaycan dilindəki quruluşu. Siz onu yadda saxlayın ki, Azərbaycan dilində feil, hərəkət cümlənin sonunda işlənir. Amma ingilis dilində siz onu yadda saxlayın ki, iki baş üzvü siz yanaşı qoymalısınız. Yəni sizin cümləniz başlamalıdır şəxs və hərəkətlə. Şəxs və hərəkətlə. Bunu bir mənalı şəkildə bu yadda saxlayın. Azərbaycan dili ilə qarışdırmayın. Azərbaycan dilində feil sonda olmağı sevir. Amma ingilis dilində isə feil ikinci durmağı sevir. Bunu yadda saxlayın. Mən məktəbə getdim cümləsində uşaqlar yenə elə bil ki, Azərbaycan dilində olduğu kimi birinci şəxsi, sonra məkanı, sonra feili yazmağı sevirlər. Amma bu elə deyil. Bizim quruluşumuz necə idi? Şəxs, feil, hərəkət, tamamlıq, obyekt, şəxs, məkan, zaman. İndi gəlin baxaq. Biz təhlili apardıq ki, feil var. Ona görə to be formasından istifadə etmirik. İkinci təhlildə inkar yoxdur, burada not istifadə etmirik. Üçüncü təhlil getdim, yenə dil mənə deyir ki, bu keçmiş zamandır. Ona görə də mən yenə nədən istifadə etməliyəm? Getmək qoldursa, keçmiş zamanda went-dən istifadə edəcəm. Ona görə artıq mən aşkar etdim və cümlə quruluşuna görə yenə mən necə yazacağam? Mən birinci gələcək I, ikinci hərəkətim feil. Getdim, went, məktəbə getdim. Mən baxıram ki, burada birbaşa olaraq məkana keçilir. Görürsünüz burada məkana. Bu ortadakı tamamlıq yoxdur. Yəni cümləmdə tamamlıq yoxdur. İndi mən bu cümlə quruluşunu sizə vermişəm. O demək deyil ki, bütün cümlədə bütün bu tamamlıq olmalıdır, məkan olmalıdır, zaman olmalıdır və s. Belə bir şey yoxdur. Yəni onu yadda saxlayın uşaqlar. Bunun hansı biri ola da bilər, olmaya da bilər. Əsas məsələ deməli quruluşu düzgün istifadə etməkdir. Tamamlıq yoxdur, məkana keçid edirəm. Hara getdim? Məktəbə. Və yadda saxlayın uşaqlar, ingilis dilində a, yəni biz to ilə istifadə edirik. Mən məktəbə getdim. I went to school şəklində olur. I went to school. Artıq bizdə baxdım ki, feildən sonra nə gəldi? Məkan gəldi. İndi gəlin yenə bu cümlə üzərində təhlil aparaq uşaqlar. Daha belə eləyək, ətraflı şəkildə. İndi mən bu cümləni daha yaxşı genişləndirim. Tutaq ki, demək istəyirəm ki, mən məktəbə dostlarımla getdim. Baxın, burada əlavə ikinci şəxs var. Tamamlıq var. Kimi ilə? Dostlarım ilə. Düzdürmü? Gəlin bu cümləni təhlil edək indi. Mən məktəbə dostlarım ilə getdim. Eyni qaydada təhlil edərik uşaqlar. Eyni qaydada. Birinci qayda getdim cümlədə hal vəziyyət yoxdur. To-be-dən istifadə etmirəm. Feilin özündən istifadə edirəm. İkinci mərhələdə yenə də inkar varmı? Getmədim. Xeyr, inkar yoxdur. Notdan istifadə etmədim. Üçüncü mərhələ zamanı təyin edirəm. Getdim. Getmək feilini keçmişdə went-dən istifadə etdim. Üçüncü mərhələdə, dördüncü mərhələ artıq biz cümləni hazır qururuq. Ardıcılığa əsasən. Birinci nə gəlir? Şəxs. Gəlin quraq. Mən, I. İkinci feil hərəkət gəlir. Getdim, went. Üçüncü baxıram ki, tamamlıq obyekt şəxsdir. İkinci şəxs var. Baxın, dostlarım ilə. Dost sözü friendsdir. Dostlarım dediyinə görə, mənim dostlarımdan söhbət getdiyinə görə burada olmalıdır my friends. Düzdürmü? Mənim dostlarım dedikdə. Və burada ilə hissəciyi var uşaqlar. İngilis dilində ilə sözünüdür. Bilirsiniz ki, bu with
hesab edilir. Və bəzən Azərbaycan dilində biz iləni sözün axırında desək də ki, bəzən uşaqlar götürür my friends with yazır. Bu tamamilə yanlışdır, uşaqlar olmaz. Söz önü adından da göründüyü kimi harda istifadə edilir? Söz önü sözlərin əvvəlində istifadə edilir. Mənim dostlarım ilə avtomatik keçir sözün əvvəlinə. I went with my friends. Mən dostlarımla getdim hara? Məktəbə. I went with my friends to school. Məkan, məktəbə getdim. Əgər mən burada cümlənin quruluşunda mən məktəbə dostlarımla getdim, dünən getdim olsaydı, əgər cümlədə zamanda olsaydı, zamanın yeri baxın hardaydı? Ən axırda. Bu zaman yazacaqdım harda? Yesterday. Mən I went with my friends to school yesterday. Və yaxud da biz bunu iki şəkildə yaza bilərik. I went to school. Mən məktəbə getdim. Məkanı da birinci yaza bilərik uşaqlar. Bunu unutmayın. With my friends ikinci yaza bilərik ki, ən işlək halı budur. My friends. Mən məktəbə getdim dostlarım ilə dünən. Və yaxud da məsələn deyə bilərik ki, mən partiyə anam ilə getdim. I went to the party with my mom. I went to the party. Bunu belə deyim daha dəqiq. Bəzən tamamlıq o bir ikinci şəxs hərəkətdən sonra da istifadə edilir. Bəzən isə məkandan sonra da istifadə edə bilərik. Amma məkandan sonra istifadə etməyimiz daha doğru olardı. Mən onu da vurğulayım sizə. Məsəl üçün, I went to the party. Məkan dedim, məkana. Kim ilə getdim? With my mom. Anam ilə getdim. Daha sonra, mən nəyə görə orada obyekti üçüncü halda yazmışam? Adətən cansız olduğu zaman, məsələn, indi mən onu göstərəcəm. Cansız olduqları zaman feildən sonra daha çox işlədirik. Amma şəxs kimi ikinci şəxs olduğu zaman ikinci şəxs işlədir. Bu zaman məkandan sonra daha çox istifadə edirik. Məsəl üçün, nə demək istədiyimi indi anlaşılır. Gəlin bir cümlə deyirəm. Mən məktubu yazdım cümləsində. Mən məktubu evdə yazdım. Evdə yazdım. Gəlin bu cümləyə baxaq. Mən ingilis dilində bunu da ingiliscə yazmışam. Deməli, gəlin baxaq. I ikinci nəyə gəlirdi? Yazdım. Feilim. Yazmaq bilirsiniz ki, nədir? Write-dır. Yazdım. Keçmiş zamanı nədir bunun? Wrote. I wrote. Cümlə quruluşuma görə feildən sonra nə gəlirdi? Tamamlıq. Nəyi yazdım? Məktubu. Görürsünüz, cansız olduğuna görə avtomatik feildən sonra verdim. Əlləttə evdə də olur, at home, məkan gəldi zamana görə. Yəni sizə onun müqayisəsini çatdırmaq istədim ki, canlı ikinci şəxs olarkən adətən məkandan sonra istifadə edirik. Mən partiya anam ilə getdim. Bu zaman birinci məkan, sonra şəxsi veririk. Amma cansız olarkən I wrote a letter at home, feildən sonra tamamlığımızı veririk, daha sonra məkanımızı veririk. Bunu yadda saxlayın uşaqlar. Daha sonra burada gəldi yenə zaman zərflərindən bəhs edirik. Zaman anlayışı yenə deyirəm, nisbi anlayışdır. Əgər cümlədə yesterday, tomorrow, every day, every week, twice a week bu tipli, lately varsa cümləmizin sonunda istifadə edirik. Always-i, often-dı, never-dı, yaxud da already-di, just-dı bunlar varsa, təbii ki, biz bunları feildən öncə istifadə edirik. Məsəl üçün, mən yazıram. I write cümləsidir. Mən həmişə yazıram desəm, I always write deyəcəm. Bunu yadda saxlayın. Always-di, often-dı, never-dı, just bunlar feildən öncə işlənir. Yəni, zamanı sadəcə biz deyirik ki, şablon olaraq cümlə quruluşunda axırda istifadə edək. Amma biz zaman zərfinə görə onu sonradan təyin edirik ki, axırda istifadə edək, yoxsa feildən öncə istifadə edək. Ona görə də siz əzbər bilməlisiniz ki, hansı qrup feillər, belə deyərdim, daha doğrusu zaman zərfləri, üzr istəyirəm, hansı qrup zaman zərfləri feillərdən öncə işlənir. Bunlar da daxildir always, usually, often, never, just, ever və yaxud da belə deyim, still. Bunlar feillərdən öncə istifadə olunur. Digər yerdə qalanlarımız isə cümləmizin sonunda istifadə edə bilirik asanlıqla. Burada da elə bir problem yoxdur. Əsas məsələ cümləmizi təhlil etmək, düzgün onun hərəkət olub-olmadığını, yoxsa hal vəziyyət olub-olmadığını aşkarlamaq. Digər sizə bir cümlə quruluşundan bəhs etmək istəyirəm. Ən çox çaşdırılan məqamlardan biri, belə deyərdim, məstərlə olan cümlələrin istifadəsidir. Məstərlə olan cümlələrin istifadəsində uşaqlar çox səhvlərə yol verirlər, amma deyərdim ki, ən sadə və ən bəsit cümlə quruluşlarından biridir uşaqlar. Burada məstər nədir? Gəlin iki cümlə yazacağam sizə müqayisəli və mən sizə onu izah edəcəm.
Biz cümləmizin quruluşunda deyirəm ki, mən kitab istəyirəm. Baxın, mən kitab istəyirəm. Normal cümlə təhlilinə əsasən gəlin bura quraq. Cümləmizin başında nə gəlir? Şəxs, mən, I. İkinci yenə deyirəm, birbaşa olaraq feil gəlir. Bunu unutmayın, hərəkət. İngilis dilində şəxs, hərəkət yanaşıdır. İstəyirəm. İstəmək nədir uşaqların ingiliscəsində desək? Təbii ki, want-dur. Mən istəyirəm. Burada nə var? Bir əşya var, obyekt var, tamamlıq var. Nəyi istəyirəm? Kitabı. E-book. Gördüyünüz kimi sadə bir cümlə qurduq. I want a book. Mən kitabı istəyirəm. İndi mən bu cümləyə hər hansı bir məsdər əlavə etmək istəyirəm. Burada əgər deyirəmsə mən kitab istəyirəm, bir də var deyirəm ki, mən kitab almaq istəyirəm. Baxın, almaq istəyirəm. Gördüyünüz kimi mən kitab istəyirəm də sadəcə feil var. Amma mən kitab almaq istəyirəm cümləsində bizim bir dənə də nəyimiz var? Məsdərimiz var uşaqlar. Bilirsiniz ki, ingilis dilində magnet nə istifadə olunur? To ilə. Məsdər istəyəcəyimiz to'dur. Bu cümlənin quruluşu uşaqlar necə olur? Bunu hər zaman yadda saxlayın. Birinci şəxs gələcək. Daha sonra feilim gələcək. Əsas feil. Əsas feilim də sonda işlənir. Baxın, feil. Feil dediyim zaman uşaqların ən çox qarşıladığı hissə biləcəksiniz nədir? Götürüb almağı bayı yazırlar bura. O düzgün deyil uşaqlar. Siz cümlədə birinci növbədə məsdərlə əsas feili fərqləndirməyi bacarmalısınız. Əgər bu cümlədəki bir sözdə ki, magnet varsa, bu feil deyil, bu məsdərdir. Bunu yadda saxlayın. Mənim feilim cümlənin sonunda dayanır, istəyirəm olur. Olacaq deməli feilim. Daha sonra gəlir məsdərim. Məsdər to. Yəni infinitiv. Məsdər bilirsiniz İngilizcə infinitiv. Daha sonra nə gələcək? Obyektim. Yəni sizin dillə desə əşyam. Gəlin necə cümləni quraq. I feilim nədir? Want to buy a book. Baxın, yenə deyirəm. Birinci gəldi mübtədam, ikinci istəyirəm feili. Mənim feilim budur. Hər şeyi çıxardın, baş üzvü yadda saxlayın. Demək, bütün cümləni olan sözləri çıxartmaqla siz bir dənə mübtəda və xəbəri yadda saxlayırsınız. Mən istəyirəm. Daha sonra gəlir məsdərim to buy. Yəni artıq mən burada zaman falan istifadə etmirəm. Məsdər olduğu kimi qalır. To buy a book. Uşaqlar bunu zamanla da ifadə edəndə çətinlik çəkirlər. Götürürlər. Məsəl üçün baxın bu formada yazırlar. I want to book. Yaxud da ki, məsəl üçün mən kitab almaq istəyirdim deyirəm. Baxın bu cümləyə. İstəyirdim. Baxır ki, keçmiş zamandır. Amma vurğunu, yəni belə deyim də, məntiqini tuta bilmir ki, bu keçmiş zamanı hara qoysun. I want to book yazır. Bu əsla ola bilməz uşaqlar. Məsdər zamana görə dəyişmir. Məsdər olduğu kimi qalır. To buy. Və mən ona vurğuluram. İstəyirdim deyirsə, sənin feilin istəməkdirsə, istəyirdim keçmiş zamanda qaydalı olduğuna görə I wanted olur. I wanted to buy. Heç bu biz iki dənə feili want to buy yanaşı işlədə bilmərik pulsuz. Və yaxud da gəlin başqa bir nümunə çəkər. Mən yatmağa qərar verdim. Baxın, mən yatmağa qərar verdim. Yenə analiz edirəm uşaqlar. Bu cümlədə hərəkət var? Var. To be forması istifadə edilir. Qərar vermək. İkinci mərhələ nədir? Cümləmin zamanı. Verdim. Keçmiş zamandır. Mən şəxsi I. Yəni birinci yenə yazıram şəxslə hərəkəti. Əsas feilimi. Yəni mübtəda və xəbərimi. Qərar vermək uşaqlar ingilis dilində decide adlanır. Düzdürmü? Və burada qərar verdim deyirsə, artıq mən bunun zamanını təyin etdiyimə görə mən decide keçmiş zamanda yazmalıyam. Decide qaydalı feil olduğuna görə qəbul edilir. Olur I decided. Baxın məsdər yatmaq, bax yatmağa. Sırası çeviririk biz onu. Yatmaq, magmək var. Deməli mənim məsdərim yatmaqdır. Yatmaq da necə olacaq? To sleep. Əssalam. Yəni uşaqlar düzgün şəkildə cümləni təhlil edin. Orada əsas feillə məsdəri fərqləndirməyi bacarın. I decided to sleep. Və şəkil təsviri işləyərkən və yaxud da ki, inşa yazarkən, 11-ci sınıf opinion essay yazarkən bunlara yanlışlığa yol verməyin. Bunu hər zaman yadda saxlayın. Bir də sizə belə deyərdim, ən sadə cümlə quruluşlarından biri və maraqlı cümlə quruluşlarından birini izah edim. Bu sifətlə bağlı olan cümlə quruluşlarına aiddir. Sifət və infinitivin birgə istifadəsi. Sifət və məsdər belə deyək.
sifət və məsdərin kombinasiyasından yaranan cümlə quruluşları var. Biz bunu formal olaraq itlə göstəririk. Ən bəsit şəkildə itlə göstəririk. Məsələn, mən ingilis dilində, Azərbaycan dilində bir cümlə demək istəyirəm. Bu kitabı oxumaq maraqlıdır. Baxın uşaqlar. Bu cümlədə sifət məsdər kombinasiyası deyəndə mən nəyi nəzərdə tuturam? Baxın, oxumaq var, məsdər var. Maraqlıdır. Bu tip cümlələri hansı ki bir itlə çevirəcəyik və sifət var. Sifət hər zaman Azərbaycan dilində xəbərdə olur və xəbərli şəkildə qəbul edir. Maraqlıdır, məsəl üçün qeyri-mümkündür və yaxud da sıxıcıdır. Yəni gördüyünüz kimi sifət bu tip cümlələrin hər birində xəbərli şəkildə qəbul edir. Və mən baxıram ki, hərəkət yoxdur. Yəni sizdəki bu oxumaq sizi çaşdırmasın. Bu feil deyil, bu masdərdir, məqdir. Və bu cümlənin quruluşu bu şəkildə istifadə olunur. İt üstə gəl, to be-nin forması. Üstə gəl. To be-nin forması. Üstə gəl, sifət. Üstə gəl, məsdər. Üstə gəl, bizim obyektimiz. Hətta tamamlığımız da deyə bilərik. Tamamlığımız. Və ingilis dilinə çevirəndə cümlə elə bir ki, baxın, tərsinə gedir, maraqlıdır. İngilis dilinə baxın, bu şəkildə gedəcək. Gəlin, indi cümləni quraq. It, yazdım bura. Maraqlıdır. İndiki zamanda olduğuna görə hansı to be formasını istifadə edəcəm? Is-dən, it is. Daha sonra nə gəlməlidir? Sifət. Sifətim nədir burada uşaqlar? Maraqlı. It is interesting. Cümləmin yarısı quruldu. Bu maraqlıdır. Daha sonra nə gəlir? Məsdər. Baxın, ardıcılığa geri gidirik. Oxumaq. To read. Daha sonra nə gəlir? Tamamlıq. Bu kitab nədir? This book. It is interesting to read this book. Və yaxud da, məsələn, bu işi etmək qeyri-mümkündür. Bu işi etmək qeyri-mümkündür. Mənim qeyri-mümkünüm sifətdir və gördüyümüz kimi xəbərli şəkildə qəbul edib. Dur. Burada etmək nə var? Məsdər var. Gəlin quraq. Yenə it və yaxud da bunu keçmişdə verir. Qeyri-mümkün idi deyək. Məsələn, uşaqlar. Qeyri-mümkün idi. Aha, mən baxıram ki, bu cümlədə yenə də hərəkət yoxdur. Etməyə siz baxmırsınız, məsdərdir. Qeyri-mümkün ididir. Hansı hissəcimi qəbul? Mənim feilim əlbəttə buradadır. İdi keçmiş zaman olduğuna görə was-dan istifadə edirəm. It was. Aha, daha sonra nə gəlir? Sifətim, qeyri-mümkün. It was. Baxın, cümlə arxadan əvvələ doğru gedir. Yəni, ardıcılığı tapa bilməkdə çətinlik çəkirsinizsə, sizin elə gözünüzün qabağında verir ardıcılığı. Birinci yazdıq mı idin elə bir bozu? Sonra yenə yazırıq qeyri-mümkünü. Yəni, it was impossible. Etmək, məsdərim gəlir. Baxın, ardıcılığım. Etmək nə idi? To do. Aha, digər ardıcılığım bu işi. This work. Bu qədər bəsit. Yəni, uşaqlar, onu xatırlayın ki, ingilis dilində cümlə qurmaq əslində çox sadədir. Sadəcə sizin ilk növbədə bilməli olduğunuz şey to be-nin formalarıdır, zaman zərfləridir. Yəni, qrammatik cəhətdən siz müəyyən qədər məlumatlı olmalısınız. Feilin zamanlarını, qaydasız feilləri, qaydaları əlavə etməyi, bu tipləri bildikdən sonra əslində cümlə qurmaq çox sadədir. Və eyni qaydada, mən dediyim qaydada siz cümlələri analiz edib, təhlil edib, hal, vəziyyət və hərəkət bölməsinə görə bölsəniz, əmin olun ki, sizin cümlə qurmaqla bağlı probleminiz həll olunacaqdır. Mən dediyim şəkildə çalışın siz cümlələri təhlil edəsiniz. Belə uşaqlar, mən bugün çalışdım ki, sizə cümlə qurmağın ən əsas vacib məqamlarını sizə çatdırım. Ümid edirəm ki, bu video sizin üçün çox yararlı olacaq və mən belə deyərdim ki, rəy bölməsində sizin şərhlərinizi gözləyirəm. Əlavə suallarınız varsa rəy bölməsində mənə bildirin. Maraqlı olan nəsə varsa və yaxud da hər hansı bir mövzula bağlı yeni izahlar istəyirsinizsə, şərh bölməsində bildirməyi unutmayaq. Videonu bəyəndisə, eyni qaydada da abunə olmağı, bəyənməyi və paylaşmağı unutmayaq. Sağ olun uşaqlar.